Buraxılış imtahanına hazır davam etdiyinə görə şagirdlərlə yeni bir qeyd videosu paylaşmaq qərarına gəldim. Bugünkü qeydimiz ha ədatı ilə bağlıdır. Ha ədatın iki növünə aiddir. Bir qüvvətlendirici ədat ola bilir, bir də ola bilir əmr ədatı. Bəs biz bunları necə fərqləndirək deyirsinizsə, bu qeydə mütləq şəkildə baxmalısınız. Əgər ha ədatından əvvəl feilin əmr şəklində olan söz gələrsə, ha deməli burada əmr ədatıdır. Məsələn, dərslərini yaxşı oxu, ha. Sən bunları öyrən, ha. Oxu əmr şəklində olan feildir. Deməli buradakı ha əmr ədatıdır. Sən bunları öyrən, ha. Öyrən əmr şəklində olan feildir. Deməli buradakı ha əmr ədatıdır. Yox, əgər ha-dan əvvəl feilin digər şəkillərində olan söz gələrsə, deməli ha burada qüvvətlendirici ədat olacaq. Məsələn, feilin digər şəkilləri deyirəm, ola bilər xəbər şəkli. Aynur dərslərini yaxşı oxuyur, ha. Oxuyur. Xəbər şəklində olan feildir. Deməli buradakı ha qüvvətlendirici ədatdır. Nuray, sabah dərsə getməlisən, ha. Getməlisən vacib şəklində olan feildir. Deməli buradakı ha qüvvətlendirici ədatdır. Əgər bu qeyd videolarının davamını gəlməni istəyirsinizsə, videomuzu bəyənməyi, imtahana hazırlaşan dostlarınızla bölüşməyi unutmayın. Sağ olun.